Müstəqillik sözü ərəb mənşəli istiqlal kökündən gəlir və öz ayaqları üzərində dura bilmək, başqasından asılı olmamaq mənalarına gəlir. Bəs müstəqillik kəlməsinin özünün mənası nə deməkdir? Adətən birindən sən müstəqilsənmi, sən azadsanmı deyə soruşduqda, o, əgər onu hər hansı məhdudlaşdıran, onu hər hansı qısan başqa bir şey yoxdursa, mən azadam, mən müstəqiləm deyir. Bəzən insanlar müstəqillik anlayışını, azadlıq anlayışını fərqli anlayırlar. Məsələn, azadsan dedikdə adətən insan necə başa düşürür? Əgər mən canımın istədiyi hər hansı bir şey edə bilirəmsə, demək mən müstəqiləm, azadam. Və ya ürəyimin istədiyi hər hansı bir şey edə bilmirəmsə, demək mən azad deyiləm. Bu görəsən belədirmi? Bəs müstəqilliyin görəsən bir sərhədli varmı? Hüdudları vardırmı? Əgər insan ürəyinin istədiyi hər bir şey edə bilərsə, məsələn, mən ürəyən bir halda cəmiyyət içərisində gəzə bilmərəm. Əlbəttə ki, bunu hər kəs qınıyar. Mən istəyirəm filan kəsi öldürüm. Buna kim razı ola bilər? Yəni, mütləq azadlıq anlayışı kökündən yanlış bir anlayışdır. Yəni, sərhədli, hüdudları olmayan azadlıq anlayışı yanlış bir anlayışdır. Mən mütləq azadam deyən insanlar belə, əlbəttə ki, bununla razılaşmazlar ki, mən istədiyimi öldürə bilərəm. Bir gün səni də əlbəttə ki, öldürmək istəyənlər tapılar. Bəs o zaman müstəqillik deyərkən, azadlıq deyərkən biz bunu mu başa düşməliyik ki, yəni əgər başqasının həyatına mane olmuramsa, onun sərbəst həyatına mane olmuramsa, onun azadlığını məhdudlaşdırmıramsa, demək ki, mən azadam. Bunu mu başa düşməliyik? Əslində bu anlayış heyvanlarda da var olan bir anlayışdır. Məsələn, heyvanlar öz ərazilərində başqa bir heyvan gördükdə onu uzaqlaşdırmağa çalışırlar. Yəni, get azadlığını harada istəyirsən yaşa, harada istəyirsən et, amma bura gələ bilmərsən. Demək ki, hər istədiyini edə bilmək, yəni başqasına mane olmursansa, başqasının azadlığını məhdudlaşdırmırsansa, hər istədiyini edə bilmək də əslində azadlıq deyilir. Çünki bu, heyvanlara məxsus eyni zamanda bir azadlıq anlayışıdır. Bəs insanlara məxsus azadlıq anlayışı necədir? Adətən insanlar, məsələn, polis var, qanun var, insanların qınağı var deyərək bəzi şeyləri etməməyə çalışırlar. Yeganə insandır ki, bəzi məqamlarda dur deyə bilir özünə. Məsələn, təsəvvür edin ki, bizi heç kim görmür və yanımızda çox dəyərli bir əşya vardır və onu oradan götürüb oğurlaya bilərik. Əgər içimizdən gələn istək bizə buna bir dur deyə bilirsə, bunu edə bilən yalnız insandır. Yəni, bu mənfi bir işdir və bunu edərəmsə, yaxşı bir iş görmüş olmaram. Baxmayaraq ki, məni ətrafda heç kim görmür, lakin mən buna dur deyə bilirəmsə, bunu edən yalnız insandır. Və bir də var ki, insan nəfsin istəklərinə tabi olur və istədiyini edir. Baxmayaraq ki, insanlar görmür, bunu edə bilərəm deyir. Demək ki, o zaman insan nəfsinin əsirinə çevrilmiş olur. Əslində, bunu etməyən insan sərbəst insan, azad insan sayılır. İstədiyimi edə bilmirəmsə, bu necə azadlıq sayıla bilər? Əgər mən nəfsimdən gələn hər bir istəyi yerinə yetirirəmsə, əslində onda azad deyiləm. Belə ki, insan nəfsinin istəklərinə tabi olur, yəni onun bir növ köləsi, qulu olur. Kölə olandan azad saya bilərikmi bir köləni? Bu azadlıq anlayışı heyvanlarda da var olan anlayışdır. Rəbbimiz ayədə buyurur ki, "Əraytə men ittəğədə iləhəhu həvəh." Nəfsinin istəklərini ilah edən kimsəni gördünmü? Demək ki, bu azad istək, sərhədsiz, hüdudsuz istək insanı hara aparır? Yəni, öz nəfsini ilah dərəcəsinə gətirib çatdırır. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, müsəlman əlindən və dilindən digərlərinin arxayın olduğu bir kimsədir. Demək, İslam bizə nəyi təlqin edir? Yəni, hər istədiyini hər yerdə edə bilmərsən, hər istədiyini hər yerdə yeyə bilmərsən, geyinə bilmərsən, burada bir
hüdud gətirilməlidir, sərhəd gətirilməlidir. İstədiyimiz hər bir şeyi edə bilmədiyimiz kimi, istədiyimiz hər bir geyimi istədiyimiz yerdə geyinə bilmədiyimiz kimi, istədiyimiz sözü də hər yerdə danışa bilmərik. Yəni, söz azadlığının da bir sərhədləri olmalıdır. Mütləq azadlıq anlayışı əslində yanlış bir anlayışdır. Sərhədsiz azadlıq anlayışı yanlış bir anlayışdır. Məsələn, təsəvvür edin ki, mən bir xəstəni ziyarət etmişik və xəstə ağır bir xəstədir. O xəstəyə biz belə deyərikmi, sən çox ağır bir xəstəsən və belə davam edərsə sən tamamilə məhv olacaqsan, deyə bilmərik. Hər nə qədər mən söz azadlığına malik olsam da, bu söz azadlığı məni hər istədiyimi, hər yerdə deyə bilmədiyimi göstərir. Demək ki, bu məsələlərdə olduğu kimi söz azadlığı məsələlərində də hər istədiyimi deyə bilmərəm, orada da bir məhdudiyyətimiz olmalıdır. Məsələn, İslam dini baxmayaraq ki, bütpərəstlərə yaxşı baxmır, onları əbədi cəhənnəmlə təhdid edir. Buna baxmayaraq, İslam dini o dinin mənsublarını təhqir etməməyi söylüyor. Məsələn, ayədə Allah Teala buyurur ki, Allahdan başqasına sitayiş edənlərə söymə, yoxsa onlar da bilmədən düşməncəsinə Allaha söyərlər. Demək ki, dinimiz baxmayaraq ki, o dini qəbul etmir, baxmayaraq ki, o dinin vətəndaşlarını müşrik adlandırır, amma onların inancına bu şəkildə kobud yanaşmamağı əmr edir. Amma buna baxmayaraq, bugün Avropada, məsələn, söz azadlığı deyərək, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin karikaturası çəkilir. Peyğəmbərimiz təhqir olunur. Quran-ı Kərim yandırılır və buna söz azadlığı, fikir azadlığı deyilir. Əsl azadlıq isə İslamın gətirdiyi azadlıqdır. Yəni, mütləq azadlıq, adətən insan mütləq azadlıq arayışında olur. Sərhədsiz, hüdudsuz mənim fikirlərim olmalıdır. İstədiyimi yeyə bilməliyəm, istədiyimi geyinə bilməliyəm. Deyərsənsə, bu insanı fəlakətə aparır. İnsan əgər əqli mühakimə düzgün apararsa, anlayar ki, yeri göğü yaradan, bu kainatı xəlq edən Allah Teala bu kainata mükəmməl bir nizam qoymuşdur. Və əlbəttə ki, insanlar arasında da mütləq bir nizam olmalıdır ki, fitnə fəsad olmasın. Rəbbimiz ayədə buyurur ki, Əfəhasibdum ənəmə xaləqnəkum əbəsə. Biz sizi boş yerə elə hesab edirsiniz ki, boş yerə yaratmışıq. Və Rəbbimiz ayədə buyurur ki, Əm nəcəlullədinə əmənu və amilus salihati kəl-mufsidinə fil-ərd. Elə hesab edirsiniz ki, iman edib, yaxşı əməllər işləyənlərlə fitnə fəsad törədənlər bir olacaqlar. Demək ki, hər istədiyini edə bilmək əslində insanı fitnəyə, fəsada, xaosa gətirib çıxarır. Və dünyamız əslində buna doğru gedir. İnsan öz azadlığı uğrunda mübarizə aparmalıdırmı? Yəni, sərbəst iradəsi uğrunda, sərbəstliyi uğrunda mübarizə aparmalıdırmı? Əgər o istək və arzular sənin nəfsi istəklərindən doğursa və başqalarının da azadlığına məhrumiyyət gətirirsə, bu azadlıqdan söhbət etmir. Digər azadlıqlar uğrunda bir insan mübarizə aparmalıdır. Ərazi bütövlüyü uğrunda mübarizə aparmalıdır. Söz azadlığı uğrunda mübarizə aparmalıdır. Fikir, düşüncə azadlığı uğrunda mübarizə aparmalıdır. Tarix onu göstərir ki, əgər insanlar bu sərbəst iradələrini ortalığa qoya bilmirlərsə, azadlıqlarını təmin edə bilmirlərsə, dəyərləri unudulur, assimiliyasiya olub gedirlər və digər xalqların təsiri altında mədəniyyətləri də sıradan çıxır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm və onun ətrafındakı müsəlmanlar sadəcə olaraq Lə iləhə illallah, əhəd dedikləri üçün, Allahdan başqa ilah yoxdur, Allah təkdir dedikləri üçün, sərbəst iradələrini ortalığa qoyduqları üçün işgəncəyə məruz qaldılar, yurdlarını, yuvalarını tərk etməyə məruz qaldılar. Amma Peyğəmbərimiz yenidən güc topladıqdan sonra Məkkəyə geri dönəndə qanlı qadalı şəkildə girmədi. Heç bir qan tökülmədən yenidən Məkkəyə qayıtdılar. Bu da onu göstərir ki, İslam dini zorakılıq dini deyildir. Baxmayaraq Peyğəmbərimizin bu addımlarını o zənginləşmək peşində idi, zənginləşmək məqsədi güdürü deyərək, yəni Kəbə ələ keçəcək,
zəvvarlar toplanacaq və insanlar vəzirlər qoyacaq. Dolayısıyla məqsəd zənginləşməkdir. Deyənlər var olsa da, amma tarix buna şahiddir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin yeganə məqsədi ədaləti bərqərar etməkdir. Və o bir qarnı az, bir qarnı tox yaşadı. Və necə mütəvazi bir həyat yaşadığını tarix bunu göstərir. Yəni Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin əslində gətirdiyi nə idi? İnsan azad düşüncəli bir insandır. Azad inanca sahib olan bir insandır. Kölə olmayacaqsınız. Köləliyi aradan qaldırdı. Köləlik yalnız Allaha olacaqdır. Birlik və bərabərliyin təmini üçün ədaləti bərqərar etdi. Zülmü aradan qaldırdı. İslam dini inan sərbəstliyi ilə bizə bəxş etdi. Rəbbimiz ayədə buyurur ki, "Fəmən yu'min, fəmən şəə fəlyəkfur, fəmən şəə fəlyu'min." İstəyən iman etsin, istəyən inkar etsin. La ikrahə fid-din. Dində məcburiyyət yoxdur, dində zorakılıq yoxdur. Əslində azadlıq anlayışı İslamın qoyduğu azadlıq anlayışıdır. Yoxsa sərhəddi olmayan bir azadlıq anlayışı insanı tamamilə cəmiyyəti ümumiyyətlə fəlakətə aparır. Azadlıq anlayışı sadəcə bunlarla bitmir. İnsanın ərazi bütövlüyünü də əldə etməsi, coğrafi və siyasi müstəqilliyini əldə etməsi də əslində onun azadlığını göstəricisidir və bunun uğrunda mübarizə aparmalıdır. Və tarix bunu göstərir ki, bu mübarizədə, bunun uğrunda mübarizə aparmayan xalqlar hər zaman mədəniyyətləri inkişaf etməmiş, digər xalqların təsiri altında assimilyasiyaya uğramışdılar. Sovet hakimiyyəti dövründə bizim ədiblərimiz, mütəfəkkirlərimiz sürgün olundular. Beləliklə, bir xalq olaraq yer üzərindən silinib getməyə doğru gedirdi gedişat. Və illərdə düşmənlərimizlə olan o torpaq mübarizəmiz onu göstərir ki, həqiqətən də torpaq bütöv olarsa, insanın inancı da olar. Bugün müstəqil torpaqlarımızda məscidlərimiz tikilir, əzanlarımız verilir. İnan sərbəstliyi də olar. Mədəni inkişafımız da günü-gündən inkişaf edər. Bilirsiniz ki, müstəqilliyimizin bərpası uğrunda ilk olaraq 1918-ci ildə 28 mayda Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə bu müstəqilliyimizi əldə etmişik və onun bu sahədə atdığı adımlar misilsizdir. Həqiqətən də bu uğurda xalqımızı oyandırmaq baxımından, xalqımızın milli kimliyini qorumaq, bunu davam etdirmək baxımından Məhəmməd Əmin Rəsulzadənin addımları xalqımız unutmamalıdır və bu müstəqillik nemətini Allah Teala bizlərə çox görməsin. Rəbbim müstəqilliyimiz uğrunda canından keçən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə Rəbbim şəfalar versin. Amin.